Otur rahat, videoya sonuna qədər bax. Çox deyirdiniz ki, Novxanada bağ evi olsun, baseyni olsun. Sizlərə bu günləri gözəl göyçək, şəxsi özünə tikilmə, möhtəşəm bir villa təqdim edəcəm. Dəyərli dostlarımız, həyətyanı sahəsində nə istəsəz var. Uşaq əyləncə mərkəzinə kimi meyvə ağacları, bağlı, bağçalı sizlərə bu günləri Novxanı kəndində şəxsi özünə tikilmə, mülk təqdim edəcəm. Mülkümüz 5 otaqlıdır, tam paket kupçalıdır, ipotekaya yararlıdır, qiyməti isə 265 min manat təşkil edir. Real müştərilərə cüzi endirim olunacaq, daha yüksək məbləğdə yox. Geniş bir şəkildə evin ümumi üst fasadı, həyətyanı sahəsi ilə sizləri tanış edirəm. Yəni videoda təqdim etdiyim ərazidən evin arxa tərəfinə 5 sot torpaq sahəsində olan mülk satılır, dəyərli dostlarımız. Sərbəst şəkildə həyətyanı sahəsinə bir neçə avtomobil daxil etmək mümkündür. Güllü, çiçəkli, gözəl, göyçək sizlərə şəxsi həyət evi təqdim edirəm. 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Ümumi evin üst fasadı 2-ci mərtəbənin dəhlizindən eyvana keçid etmək mümkündür. Çox geniş və böyük eyvan sahəsi var. Padval sahəsində dəyərli dostlarımız sərbəst şəkildə hərəkət etmək mümkündür. Həyətyanı sahə ağlay daşlarla örtülüb, hətta su quyusuna kimi var, şirin sudur. Laboratoriya analizi nəticəsində dəyərli dostlarımız şirin su, içməli su kimi nəzərdə tutulub və ev sahibi həyətyanı sahədə onu tətbiq edib. Geniş bir şəkildə hovuz sahəsi var, dəyərli dostlarımız. Hovuzun nasosxanası burada yerləşir. Evin yanına və arxa tərəfinə keçid etmək mümkündür. Demək, yan tərəfdən, sağ tərəfdən belə deyim, izahat verim, evin padvanla keçid etmək olur. Fundament beton karkaslı, mərtəbələr arası monolit betonla üzlənilib. Burada letni yay mətbəxi yaradılıb və evin arxa tərəfində, dəyərli dostlarımız, bu hissədə evin yerləşir kombi, otağı və əlavə artıq əşyaları yığmaq üçün yer də nəzərdə tutulub. Videoya sonuna qədər baxın, zəhmət olmasa sizlərə gözəl mülk təqdim edəcəm. 265 min manat təşkil edir. Mülkü almağa gələn şəxs padval sahəsinə baxacaq. Videomuzu çox uzatmaq istəmirəm. Evin digər sahəsi ilə də sizləri tanış edib, evin daxili görünüşü ilə də tanış olacağıq. Qəşəng burada ev sahibi özü üçün besetka sahəsi yaradıb, körpü vasitəsilə keçid eləyirik. Gözəl bir besetka sahəsi var. Gül çiçək dibçəklərinə kimi vurulub, hətta uşaq və böyük əyləncə mərkəzi üçün voleybol yeri də düzəldib. Otlaq sahəsinə kimi hazırlayıb, tam rahat. Gözəl, şəxsi mülk istəyənlər buyurub zəng edə bilərlər, dəyərli izləyicilərimiz. Evin bir dəfə ümumi fasad görkəmi ilə sizləri tanış edib, keçəcəyik evimizin içi ilə sizləri tanış etməyə. Yerdən 5 daş kürsüsü var, padval sahəsində yetəri qədər məsafəsi var, dəyərli dostlarımız. Gözəl birinci mərtəbənin terrası var. Həyətyanı sahə o qədər gözəldir ki, yəni terrasa ehtiyac yoxdur. Qapının, giriş qapının üzərində gözəl dibçəklər. Bismillah eləyək, evin içinə daxil olaq. Maşallah olsun, girişdə bizi qarşılayır çox böyük bir kvadrata malik qonaq otağı. Dəyərli dostlarımız, kupçalıdır, tam paket kupçalı, ipotekaya yararlıdır. Dövlət tərəfindən sizlərə ipoteka ayrılıbsa, buyurub zəng edə bilərsiniz. Geniş bir şəkildə qonaq otağı ilə sizləri tanış edirik. Qonaq otağın baş tərəfində yerləşir evin mətbəx sahəsi. Mətbəx birinci mərtəbəyə məxsus olan sanitar qovşaq ümumi olaraq istiponla üzlənilib. Gözəl bir mətbəx sahəsi var. 265 min manat təşkil edir. Dəyərli dostlarımız, 265 min manat. Bütün pəncərələrin qarşısı da dəmir barmaqlıqlarla örtülüb tamamilə hazır bir vəziyyətdədir. İkinci mərtəbəyə qalxan beton pilləkən taxta üzdüklərlə üzlənilib. Pilləkənlər altı kladovka sahəsi. Birinci mərtəbəyə məxsus sanitar qovşaq asma tavandan işlənilib. İstipoldur. Tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb tamamilə hazır bir vəziyyətdə. Novxanı kəndində dənizə çox yaxın bir məsafədə yerləşir, dəyərli dostlarımız. Murad marketi keçəndən sonra, su kanalını keçəndən sonra, dəyərli dostlarımız, tam yaxınlıqda yoldan
150 metr məsafəsi olar ya olmaz. İkinci mərtəbənin dəhlizidir. 4 yataq otağı var burada. Dəhlizdən sağda yerləşir ikinci mərtəbəyə məxsus sanitar qovşaq. Tam təchizatdır. Bütün aksesuarlarına kimi quraşdırılıb hazır vəziyyətdədir. İkinci mərtəbəyə məxsus birinci uşaq yataq otağı. Çox gözəl düşünülüb. Dəmir barmaqlıqları vurulub pəncərələrin qarşısına. Demək, burada yerləşir ikinci yataq otağı. Buradan evin yan tərəfinə olan eyvan sahəsinə keçid etmək mümkündür. Və dəyərli dostlarımız, pilləkənlərdən qalxanda mansara keçid etmək də olur. Hal-hazırda mansar təmirsizdir deyə sizlərə təqdim etmirəm, dəyərli dostlarımız. Çox böyük bir kvadratlara malik otaqları var. Çox böyük. Buradan da dəmir barmaqlıqları qoyulub pəncərələrin qarşısına. Hər bir pəncərələrin qarşısında var. Modern üslubda şəbəkə pəncərə sahəsidir, dəyərli dostlarımız. Gözəl bir yataq otağı və dəhlizdən eyvana keçid etmək də mümkündür. Evin xaricindən sizlərə eyvan sahəsini təqdim etmişəm, dəyərli izləyicilərimiz. 265 min manat təşkil edir. 5 sot torpaq sahəsinin üzərində sizlərə şəxsi özünə tikilmə bir mülk təqdim etdim. Sağ olun, sağlıqla qalın, səhifəni izləyib takib atmayı unutmayın.